Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. İsmayıl rayon ərazisindən təqdimatlarımız davam edir. Hal-hazırda Zamin Bankın arxasında 6 sot həyətyanı sahəsi olan 2 mərtəbəli həyət evini sizə təqdim eləyəcəyik. Evlə tanış olaq, həyətindən də sizi tanış eləyəcəyik. Birinci mərtəbə 2017-ci ildə əsaslı təmir olunub, yəni artıq otaqlar ləğv olunub, böyük bir zal yaradılıb burada. Yay-qış fərqi yoxdur, burada istirahət eləməyə, vaxt keçirməyə, yəni burada bütün şərait yaradılıb. Sanitar qovşaq, hamam otağı, mətbəx. Evdə istilik sistemi, kombi sistemidir. Qazı, suyu, işığı daimidir. Yəni, bura rayon ərazisi gedir, rayonun mərkəz hissələri sayılır. Gəlin, buraları da göstərək. Aşağıda belə qaz sobasından istifadə edirlər. Yuxarı ikinci mərtəbə isə kombi sistemidir. Belə birinci mərtəbə ümumidir. Nə vaxt istəsəz bağlatdıra bilərsiniz. Burada əsasları, sütunları var. Ev qoşa daşla tikilib, perimetr boyu. Buradan biz indi keçirik həyət hissəsinə. Həyətlə sizi tanış eləyəndən sonra qalxacaq ikinci mərtəbəyə. Üzr istəyirəm. Gələcəkdə istəsəz, yəni darvaza yeri hal-hazırda o istiqamətdədir, burada keçirə bilərsiniz. Hər şey hazırdır. Dörd tərəfi daş hasarlı olan bir həyətdir. Buradan kiçik bir qapı var, hansı ki parka çıxacaq, gələcəkdə salınacaq o park. Həyətdə sanitar qovşaq, əl damı, saxlanıc yeri və toyuq hini də tikiblər. Onu da daş kubiklərdən tikiblər. Bir neçə meyvə ağacı da var. İstəsəz gələcəkdə, yəni yetərincə yeriniz var ki, meyvə ağacı da əkəsiz. Maşın saxlamaq üçün də yer var, betonlanıb. Və qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbə gördüyünüz kimi kosmetik təmir olunmayıb, yəni hazırlanıb, suvaq vurulub, amma kosmetik təmir etməyiblər, cəmi bir otaq təmirlidir. Ümumi bir böyük zal və 3 otaqdan ibarətdir. Bir otaqlarla tanış olun. Qiyməti ümumi 125 min manatdır bu evin. Ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrdən əlaqə saxlaya bilərsiniz. Sənədləşməsi, alqı-satqı prosesi və digər məsələlərlə bağlı zəng eləyin, sizə ətraflı məlumat verək. Belə, dəyərli izləyicilər, təqdimatlarımızı izlədiyiniz üçün, bizə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Videoları bəyənin, kanala abunə olun. Hər kəsə bol şans, növbəti təqdimatlarda görüşənədək.